Estetik keyfiyyətlərini peşəkar formada ekranda nümayiş etdirən Sophie Loren dünya kino incisi sayılır. Onu İtaliyanın möcüzəsi adlandırırlar. Gözəlliyi ilə hər kəsi valeh edən Sophie Loren özünü fotohekayələrdə yox, böyük kinoda görürdü. Sadə insanların həyat hekayələrini ekranda nümayiş etdirməklə onlara zərrə qədər faydam olubsa, özümü xoşbəxt hesab etmiş olaram. Bu sözləri dünya kinematoqrafının canlı əfsanəsi Sophie Loren söyləmişdi. Dünya kinosunun canlı əfsanəsi Sophie Loren Qırmızı Xalıda. Mayın 24-ü 13:30-da Mədəniyyət kanalında.